bir dua var, qəşəng dua deyir. Allahumma in kanat zunubi qad axlaqat vechi indək. Allah, əgər günahlarım üzümü qara edib sənin huzurunda. Və həcəbət duai ankə. Duam sənin dərgahına yetişmirsə. Və halət beyni və beynək, sənlə mənim aramda fasilə olur. İn kənət qad mənəət ən tərfəli iləykə savta. Əgər günahlarım gəlib o qədər mane olub ki, səsim gəlib sənin ərşivə yetişmir. Fəha ənə za mustəcirun bi kərəmi vəcihik. Mən buyam da, amma indi ehtiyaclıyam sənə dərgahına, mənə bir sığınacaq ver. İzz cəlalikə mutavassilun iləykə və mutaqarribun iləykə bi əhabbi xalqikə iləykə. Allah, sənə qurban olum. Təvəssül edirəm sənə, sənə yaxınlaşıram. Sənin ən sevdiyin bəndələrin hörməti ilə. Sənin ən sevdiyin bəndələrin vasitəsi ilə. Və əkrəmihim, onlar kəramətlidir. Və əvlahum, onlar çox üstündür. İlahi, gəlmişəm onlarla sənin qapıva. Maraqlıdır. Günahlarım üzümü qara edib, səsim ərşə çatmır. Sənlə mənim aramızda böyük-böyük fasilələr səbəb olub. Etdiyim səhvlər, xətalar, nöqsanlar, eyiblər. Amma götürüb gətirmişəm məsumları sənin dərgahına. Ona görə deyib, vəsmə, eşit. Layiq deyiləm, amma eşit.